Bir də ümumiyyətlə belə bir sual var ki, yəni səhər axşam zikirlərini məsələn deyəlim ki, çatdıra bilmiyorum. Xasatan bu əsasən sübh namazında olan zikirlərə aiddir. İnsan məsələn durub cəmaət namazını gözləyirsən, dəstəmaz almırsan, gözləyirsən, bilirsən ki, yəni namaz qıldıqdan sonra sən səhər zikirləri çatdıra bilməyəcəksən. Yəni belə halda sən namaz qılmamışdan öncə sən səhər namazının zikirlərini edə bilərsən, yoxsa yox? Cavab olaraq edə bilərsən də etməklə. Belə sakınca yoxdur. Lakin o səhər zikir axşamlarına girir. Amma savab olaraq və sünnət olaraq onu yerinə keçmir. Bir də ki, səndən tələb olunan nədir? Səndən tələb olunan səhər namazından sonra olan zikir etməkdir. İllə də hamısını yerinə yetirməyin şərt deyil. Sən sübh namazını qıldın, qurtardınsa, onu qurtarandan sonra artıq gün çıxana qədər səni zikr etməyindir. Orada artıq sən nə qədər çatdırdınsa çatdırdındır. Çünki sənin özündən asılı olan bir səbəb deyil. Namaz, cəmaət namazı bu vaxtda qılınmış və namazdan sonra bu qədər vaxt qalmışdır və bundan dolayı sənin artıq üzərindən yük götürülmüşdür. Yəni sən artıq hər hansı bir sünnət tərk etməmişsən. Orada bir qısa bir müddət qalsa, əfəndim bir la ilahe illallah deyəcək bir müddət qalmış olsa, sən artıq səhər zikrini etmiş hökmündəsən. Çünki sünnətdə gəlmir ki, illə də bunları etməlisən. Yəni orada bir hasır yoxdur. Yəni ki, illə də bunu etməlisən, bunun dışında az etsən, əfəndim naqis etsən, səhər zikrin qəbul deyildir. Belə bir şey yoxdur inşallah. Yəni tələb ondan nədir? Sübh namazının zikrini sən namazdan sonra etməlisən. Nə qədər vaxt qalırsa o qədər. Çatarsa çatar, çatmazsa çatmaz. Və namazdan öncə də sənin təbii ki, zikr etməyindir. Yəni namazdan öncə də təbii sən oturmursansa zikr etməlisən. Allah Subhanahu taala səni və bizləri, sizləri də doğru yola nəsib eləsin. Hər şey doğrusunu təbii ki Allah Subhanahu taala verir.